Salam aleyküm dostlar. Bugün sizlere GTA Baku 2025 APK modunu telefonu necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstereceğim. Bu modda heç bir dataya, OBB ehtiyacı olmadan ve heç bir key sistemi olmadan sadece APK üzerinden oyunu yükləyib qurup oynaya biləcəksiniz. Bakın oyun açılan kimi burada xəritəyə girirsiniz, və qalxırsınız yuxarı, seçirsiniz buranı. Və yaxud da buraları da seçə bilərsiniz. Fərqi yoxdur. Yəni bu şəhərdə dayanmırsınız. Seçdiniz buranı işarələyirsiniz. Bak buradan açırsınız mod menüsünü. Buradan sağ taraftan tutup böyüdürsünüz istediğiniz boyda. Burada ölümsüzlüğü, ölüm sonsuz zırh. Bunları aktif edəndən sonra ən altda yeni şehre atla var. Onun üzerine 2 dəfə basırsınız. Atlayırsınız təzə şəhərə. Və gəlib çıxırsınız bura. Bunu niye eləyirsiniz? Bunu ona göre eləyirsiniz ki birinci şehirde qalsanız oyunda tekstura, yollar belə gedib gəlmə problemləri olur. Hərdən bir. Ona göre bunu eləyin ki oyun problemsiz olsun. Sonra açırsınız mod menüsünü. Buradan oyun bölməsindən polis seni asla aramada basırsınız, narşeniyalar silinir. Sonra girirsiniz yine tekrar ayarlara ve buradan opsiyonsa girirsiniz ayarlara. Buradan bir de game'e girirsiniz. Buradan en birinci bak trafik modeni eləyirsiniz light. Ve burada bir şey var. Bak vehicle kamera hide. Bak bunu da low eləyirsiniz. Bu yüksek belə deyək də maşının kamerasıdır. Bunu low eləməsəniz kamera yuxarıdan göstərəcək. Ve buradan çıxırsınız geri. Sonra girirsiniz bak bura birincisinə. Bax buradan istəyirsiniz analog buton hansını istəyirsiniz qoya bilərsiniz. Məsələn mən buton qoyuram, sonra change buton pozisyon var. Ona basırsınız. Buradan butonları istədiyiniz yerə qoyub böyüdüb balacalaşdıra bilərsiniz. Nə istəsəniz. Məsələn vehicle bölməsinə keçirsiniz. Buradan da istədiyinizi nəyə hara istəsəniz qoya bilərsiniz. Mən hələ ki təxmini qoyacağam, sonra düzəldərəm. Siz nə istəyirsiniz qoyun. Bunu da qoyandan sonra yataşa vurursunuz, çıxdınız geri. Buradan da istəsəniz, məsələn audio setup'a girip buradan radyonun və yaxud da oyunun səsini azaldıb çoxalda bilərsiniz. Bundan sonra məsələn yeni açırsınız təzədən mod menüsünü. Buradan sizə hızlı saat verib məsələn belə deyək də zamanı məsələn axşamdır, gündüz eləyə bilərsiniz. Buradan istədiyiniz hava rejimini seçə bilərsiniz. Sonra məsələn polis səni arar verə bilərsiniz. İndi mən polisə asla verdiyimə görə təkrar gəldi. Asla verdim, silindi. Sonra məsələn jetpack'e basırsınız, belə bir şeylə uça bilərsiniz havaya məsələn. Sonra burada bax görev atla var. Bu görev atlaya basıb missiyaları keçə bilərsiniz. Missiyaya girirsiniz, görev atlaya basırsınız. İndi onu da göstərəcəm. Sonra silah bölməsindən buradan istədiyiniz şeyləri aktiv eləyirsiniz. Sonsuz silahsat hamısını. Buradan da istədiyiniz silahı seçə bilərsiniz. Məsələn MP4 və yaxud da MP5, AK-47 fərqi yoxdur. Nə istəsə seçə bilərsiniz. Fərqi yoxdur. Sonra buradan göstərim. Araclar bölməsi. Bax buradan aracları kaldır verəndə şəhərdə bütün maşınlar silinir. Bir dənə özünüz istədiyiniz maşını seçib oynayırsınız. Yəni boş şəhərdə sürürsünüz də belə deyim. Sonra burada araç su üzərində hərəkət edir. Bu məsəl üçün o maşın suda üzür. Sonra tank modunu qoyanda araba, yəni maşınınız tank kimi olur. Maşın asla patlamaz. Yəni asla patlamayan araç. Buradan da girirsiniz, araç seçirsiniz. Məsələn burada maşınların adlarını özüm göstərməmişəm ki, növbəti yeniləmələrdə fərqli maşınlar əlavə edə bilim. Məsələn, Admiralda 06-dır və göz təkərləri fərqlidir. Və bunun təkrar deaktiv eləyəndə maşın təkərləri düzəlir. Maşının təkərləri də özü avtomatik olaraq düzələcəkdir. Əvvəl kimi hidrogen, hidrolik zat seçməyə ehtiyac yoxdur. Buradan da maşının istədiyiniz kimi rəngini dəyişə bilərsiniz. Sonra mesela buradan yine Telegram kanalıma katıla bilərsiniz. Buradan da mesela mod menüsünü böyüdə, balacalaşdıra, yəni istədiyiniz kimi eləyə bilərsiniz. Və buradan kaydete basın ki, yaddaşda qalsın. İndi mən sizə göstərim missiya tərəfində. Buradan işarəliyim. Aha. Çıxdıq, buradan qayıtdıq oyuncu, buradan getdik düz missiya bölməsinə. Kendi girək missiyaya. Missiya atlamanı da, yəni görev atlamanı da sizə göstərim.
Baxın, yenə açdınız buradan mod menüsünü. Buradan girirsiniz oyuncu bölməsinə, oyun. Buradan görəvi atlaya basırsanız, bir iki neçə saniyə burada gözləyin. Görürsünüz, mən misyon pasiyyət verdi. Bundan sonra gözlətməyəcək çox da. Birinci girirsiniz, burada yaddaşa vurursunuz oyunu. Yaddaşa vurursunuz. Yaddaşa vurmazsınız, növbəti missiyaları verməyəcəkdir. Yəni missiya keçmək istəyənlər ancaq belə eləməlidir. Getdiniz buradan yaddaşa vurdunuz. Qayıtdınız təzədən çölə. Çıxırsınız çölə. Məsəl üçün gedək növbəti missiyaya. Bizdə burada telefon zəngi gəlməli idi. Baxın, girdi təkrar missiyaya. Buradan yenə görəv atla bastınız. Missiyanı keçmiş oldunuz. İndi isə izah eləyim, oyunu necə yükləyib quraşdıra bilərsiniz. Bu videonun rəy bölməsinə, yəni komment bölməsinə link yerləşdirəcəm. Yəni o linkę tıklayacaqsınız, oradan oyunu yükləyəcəksiniz. Videonun içində göstərə bilmirəm o qismi. Oradan yükləyəcəksiniz və orada sizdən bir şifrə istəyəcək. Yəni o zip formatında olacaqdır. Onu sizdən açmaq üçün də oraya yenə video əlavə eləyəcəm də. Yəni kim ki onu eləyə bilmir, oyunu necə yükləmək lazım, necə quraşdırmaq lazımdır, onun bir videosunu oraya əlavə eləyəcəm. Yəni kim eləyə bilməsə o videonu izləyib oradan belə deyək də oyunu yükləyib qurub oynaya bilər. O zip failinin üzerine bir şifre koyacağım. Hemen şifreni bu videoda göstereceğim. Yani videonun en başında göreceksiniz, şifre yazılacaktır ve rəqəmlər gösterəcək. Yani o şifreni daxil eləyib belə deyək də o oyunu qurup oynaya bilərsiniz. Hələ ki videomuz bu kadar idi dostlar. İnşallah bu versiyanın növbəti, yəni fərqli modlarını çıxardacağım. Hələ ki videomuz bu kadar idi. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.